Salam, hər vaxtınız xeyir, əziz kanal izləyiciləri. Bugün İsmail rayon İvanovka kəndində təcili ev mülki satışa çıxarılıb. 6 sotun içində. Bax belə 9 metr enidir həyətin. Yeni tikilidir içindəyi. 15 tonluq su çəni. Həyətdə ayaq yolusu. Belə balaca kiçik bir bağı var. Səliqəli. Yəni burada setka kimi də istifadə eləmək olar. Basenin üstün. Bu evin çöldən görüntüsüdür. Bax bura küçədən daxil olanda belə həyətidir. Bax həyətin, yəni evə daxil olanda həyətə arxa tərəfindədir. Bax burası evdir, yeni tikilidir. Gördüyünüz kimi çox səliqəli, hasarda çəkilib. Daxil olanda bax belə 4 daş hündürlükdə 4 daş hündürlükdə çox gözəl, səliqəli. Ha belə. Deməlidən bu qonaq otağıdır. Daxil olanda qonaq otağıdır. Bura bir yataq otağıdır. Tam təmizlidir. Burada içərisində sanuzelidir. Tam təmizlidir, səliqəli. Bura mətbəxdir. Mətbəx də səliqəli şəkildə təmizdir. Və çöl tərəfdə əlavə tikilisi var, onu da göstərəcəm. Deməlidir, burada da əlavə yəni tikili var, həmin evə birləşikdir. Yəni buranın da istəsən bir qonaq otağı ilə ki, oyan olsun ümumi yataq otaqları. Bura böyük bir geniş yerdir. Bura mətbəxi, bura salgıla. Bura kladovka olunubdur, amma istəsəz buranı ayaq yolu zat, yəni hamam tualet zat eləmək olar. Fikir nədirsə, əsas alan adamın özün fikrindən asılıdır. Çox səliqəlidir. Elə bir ki, işin 90% gedibdir. Bax belə. Ümumilikdə 100 kvadratdan böyükdür. 100 kvadratdan böyükdür.